Milli Məclisin genetik deputatı Günay Ağamalının çıxışından sonra ölkədə uşaq pulu ilə bağlı müzakirələr yenidən qızışıb. Əslində belə bir müzakirə yox idi. Ara sıra kiminsə bu millətin balalarına yazğı gəlir və hökumətə səslənir ki, uşaq pulu verin. Lakin Günay Ağamalının dediyindən belə anlaşıldı ki, uşaq pulu verilsə valideynlər işləməyəcək. Uşaq pulu tənbəllik yarada bilər. İnsanların sosial şəbəkələrdəki qınağından sonra bizim rəhmətli Mirşahin Ağayev də çıxıb Günay Ağamalının müdafiəsinə qalxdı və özünü xalqa, valideynlərə tutub alçaldıcı şəkildə dedi ki, apteklərə üz tutun, nisiyə dəftərinə doğub törüyün. Onun dediklərindən elə anlaşıldı ki, siz uşaq dünyaya gətirəcəksiniz deyə dövlət sizə pul verməməlidir. Əvvəla, heç vaxt Mirşahin Ağayev haqqında danışmaq, yazmaq istəməmişəm. Söz oynatmaq fikrim də yoxdur. Əgər bu ona lazım olsa, hər bir cümləni, hər bir sözü, hər bir hərfi üzünə şapalaq kimi çırpmağa hazıram. Əslində, Aynes bağlanan gündən Mirşahin Ağayev də rəhmətə gedib. Özünün xəbəri yoxdur. Bizimlə efirdən danışan hansısa klassik medianın rəhmətli eksponatıdır. Çakrafason qalxır, pülüyür, söyür və yerinə geri dönür. Müxalifətlə döyüşdüyünü və buna görə də dövlətdən dəstək almağa özünü ən haqlı namizəd bilən Mirşahin çox gec. Amma çox gec başa düşəcək ki, o xalqa qarşı müharibə elan edib. Mən onu təbrik edirəm. O uşaqlarla döyüşür, körpə balaların valideynlərinə söyüş, özlərinə isə döyüş elan edib. Əslində o da çox gözəl bilir ki, uşaq pulu verilməyəcək. Amma bu cür küstar üsullarla məmurların piştaxtasından vurulub yenidən 2015-ci ilə qayıtmaq istəmir. Bu adam elə başa düşür ki, uşaq pulu verilsə hamı gedib Viagra alacaq və doğub törəyəcək. Milləti bu qədər təhqir etmək olmaz axı. 40 il təcrübəsi olan bu adam qəbul edə bilmir ki, elə dövlətin əsas vəzifələrindən biri məhz uşaq pulu verməkdir. Öncə dövlətin vəzifələrini öyrənib, sonra bu xalqa savaş elan etsəydin, daha yaxşı olardı. Əlqərəz, şəxsən mən belə hesab edirəm ki, uşaq pulu verilməlidir. Yeri gəlsə 10.000 manat maaş alan məmurların maaşı 10 dəfə azaldılmalıdır, məmurların, lap elə Mirşahinin, deputatların biznesləri, obyektləri satılmalıdır, hamısı uşaq puluna yönəldilməlidir. Torpağının altı üstü sərvət olan Azərbaycanın uşaqlarına bugün verilməyib, bəs nə zaman veriləcək bu uşaq pulu? Sərvət tamam bitəndən sonra, yoxsa nə zaman? Bu adamlar görəsən nə zamansa körpülərin altında sübdən gecə yarısına qədər əlində laqonda durub iş axtaran, övladlarına 10 manat pul aparmaq istəyən ataların vəhşətini eşidəcəklər. Nə zaman görəcəklər ki, övladına çörək pul aparmaq üçün hər cür alçaqlığın qarşısında dilini, dilçəyini, mənliyini, ləyaqətini içinə soxub gizlədən 10 minlərlə kişi var. Bu kadrlara diqqətlə baxın. Mozalanın köhnə kadrlarıdır. Bu kadrlarda özünü görən nə qədər adam var. İzləyək. Ailə yanında xəcalət çəkirəm. Evə getmək istəmirəm. Nər kimi adamam. Amma ailəmi dolandıra bilmirəm. Niyə? Necə yəni niyə? Ged bazara görərsən. Ətək bilirsən neçədir? Yağ, qən. 20 manatda aşağı qalbası yoxdur. Görürsən? Bəs uşaqların əyinbaşı, yeməyi, onlara vitaminli şeylər lazımdır. Meyvənin kilosu bazarda od qiymətinə. Hə, özündür. 10 manata şəftəli zoğal olar. Vallahi düz deyir, belə də bahalıq olar. İndi adam oturur evdə, körpələrinin, ailə uşağının üz-gözünə baxır. Ölüb canını qurtarandan sonra onların yaşayacağı dəhşətləri də düşünür. Yəni özün ölüb canını qurtaracaqsan. Bəs bu uşaqları, ailəni hansı ölkədə, hansı cəmiyyətdə qoyub gedirsən? Kadrların ardını izləyək. Dayan görəm kişi. Sən heç bilirsən sən özünü buradan atandan sonra sənin ailənin nələr gözləyir? Nə gözləyir? Həngamədir. O qədər xərc çıxacaq. Məsciddə yuyulmağın. İstir kafir. İndi kəfən cünab tapılmır. Molla pulu, qəbir pulu, yan yörəsini cəltmək. Bunlar hamısı puldur, pul. Bir dənə qəbir 6-7 min deyə bu saat. Hələ bu qəbrin yan yörəsi, üstünün yazısı, ayın tarixi, ayataca bizi hara qoyub getmişsən. 15 mindən qutara bilməyəcəksən. Düş uşağa. Hələ 3-ü, 7-si, cümə axşamları. Ət lazım olacaq, yağ lazım olacaq. Düyü, çay, qənd, prakatdan palatka, qapqacaq, stol, stul. Elə bilirsən ölmək asan məsələdir. Odur ki, canım gözüm, qoy sənə kömək edeyim. Yavaş-yavaş düş aşağı. Ailəni pis vəziyyətə salma. Gəl özüm, gəl. Qoy sənə kömək edeyim. Hələ 40-ı deməmişsən, yadından çıxır. Ay, sağ ol. Görürsən? Gəl qardaş, gəl.
Yavaş yavaş Adam darıxma. kimi gün görmeyen canım var. Adam kimi ölə bilmeyen canım var. İndi gələk uşaq puluna qarşı çıxan deputatların, Mirşahinin və zaman-zaman uşaq pulunun əleyhinə danışan şəxslərin nə üçün belə bir fikirdə olduqlarının əsl mahiyyətinə. Günay Ağamalı gözəl bilir ki, dövlətin, parlamentin ona ehtiyacı yoxdur. Lazımsız olduğunu da anlayır və uşaq puluna qarşı çıxmaqda özünü yenidən hökumətə təqdim edir və belə bir mesaj ötürür. Baxın, bu qədər deputat var. O deputatların içərisində az saylı şəxslərdənəm ki, hökuməti müdafiə edirəm və buna görə də söylürəm, təhqir olunuram, mənə yenidən etimad göstərin. Növbəti seçkilərdə mandatımı əlimdən almayın. Mən sizə həmişə lazım olacam. Vəssalam. Və insan mənən nə qədər yoxsul olmalıdır ki, dövlətin verə biləcəyi 50-100 manatlıq uşaq puluna görə kişilərin işləməyəcəyi, tənbəllik edəcəyi ilə bağlı iddia səsləndirsin. Bu bivic, savadsız, millətə düşmən kəsilən adamların millət vəkili adlandırılması isə daha dəhşətlidir. Əziz hökumətimizə isə səslənirəm. Əmin olun, Mirşahinin, Günay Ağamalının bu cür çıxışları insanlarda qızıq yaradır. İnsanlarda nifrət hissi daha da güclənir. Hökuməti dəstəkləyənlər bu adamların əndamsız çıxışlarından sonra əsəbləşir, qıcıq olur və mövqeyini dəyişməli olur. 6 ildən sonra Gürcüstana qatarla, özü də 81 manata getməyin iniltisindən sonra belələrinin çıxışlarının insanların əsəblərini tarıma çəkdiyini anlamaq üçün Nostradamus olmağa ehtiyac yoxdur. Adam var ki, ondan vəzifəni çıxsan, yerdə heç nə qalmır. Məsələn, Günay Ağamalıdan deputat mandatını çıxsaq yerdə nə qalır? Uşaq pulunu vermirsiniz, anladıq. Amma heç olmasa üzümüzə söyməyin. Və bir də unutmayın, uşaq pulu ilə böyüməyənlərin, uşaq puluna ehtiyacı olanların hamısı şəhid oldu. Amma uşaq puluna ehtiyacı olmayanların hamısı öz ata-anasının evindədir. Elə bu adamların övladları kimi.